Gözəl, dəyərli bayram münasibəti ilə ki, analar günüdür bugünkü günlər. Cəmi anaları təbrik edirəm, xanımları təbrik edirəm. Təbii ki, ilk təbrik xanımın övladı. Allah zuhrunu tez və əcil qərar versin inşallah. İmam Zaman ağaya ilk növbədə təbrik. Siz əziz möminlər, möminələr, bayramınız mübarək olsun inşallah. Dəyərli, ruhani, alim qardaşlarımı təbrik edirəm. Hacı Rauf qardaşımızı təbrik edirəm. Gözəl təşkilatçılıq, təşəbbüslə inşallah bu cür məclislər nuraniyyət verir. Allah gələn günlərimizi xeyrə mübəddəl etsin. Xanım Fatimə-i Zəhra, ümumiyyətlə Əhl-i-Beyt bizim üçün bir ülgüdür. Əhl-i-Beyt bizim üçün bir örnəkdir, bir dərsdir. Allah Teala özü buyurur ki, yəni ki, Əhl-i-Beytdən ibrət götürün. Sizin həyatınızı onların həyatına, onların kəlamlarına uyğun olaraq həyatınızı tərtib edin. Dünya və axirət xoşbəxtçiliyini əldə edəsiniz. Son zamanlar görsən, təəssüflər olsun, elə ildən ilə görsən ki, ailələrdə söhbət, boşanma hadisələri, Allah inşallah mehribançılıq əta eləsin. Çoxalır, məsəl üçün məsciddə görsən təlaq, boşanmaya gələnlər sayı da çoxalır ildən ilə. Bu səbəblər nədir? Çoxlu səbəblər var. Alimlər baş sındırıblar, universitetlər, məktəblər yaradıblar, psixoloqlar tərtib ediblər. Nədir bunun səbəbi? Bunun əsas üç səbəb var, üç səbəb. Bu üç səbəb əgər olsa, bu boşanma, söhbətlər olmaz. Xanım Fatimə-i Zəhra salamullah əleyha buyurur ki, ya Əli, mən heç vaxt üç şeyi etməmişəm. Heç vaxt üç şeyi etməmişəm. Hər kəs bu üç şeyi etməsə, xanım yoldaşına, kişi qadına etməsə, ailədə mehribançılıq olar, təlaq, boşanma olmaz. Üç şey. Hansıdır? Birinci deyir, yalan danışmaq. Belə görəndə sadə bir şeydə yalan danışmaq olmaz. Amma bunu əməli həyata keçirmək lazımdır. Birinci, heç zaman ya Əli, yalan sənə danışmamışam. Yalan danışmaq hər bir halda kəbirə günahlarındandır. İmam Həsən Əskəri əleyhissalam buyurur ki, bütün günahlar bir evin içindədir. Onun açarı yalan danışmaqdır. Məsəl üçün, Peyğəmbərimiz buyurur, bütün günahlar bir evin içindədir, onun açarı şərab içməkdir. Hər bir imam bir günahı görsədib ki, bu günah çox təhlükəlidir. Bu günahdan bacardığınız qədər çox qaçın, uzaqlaşın. İmam Həsən Əskəri əleyhissalam da buyurur, bütün günahların başı yalan danışmaqdadır. Xanım Zəhra da buyurur ki, ya Əli, mən sənə heç zaman yalan danışmamışam. Yəni, həmişə doğru və düzgün yolda olmuşam. İnsan yalan danışdıqca etibardan düşür, nüfuzdan düşür. İnsan gərək öz etibarını ən dəyərli, qiymətli, yəni qızıldan da qiymətli onun etibarı, hörmətidir. Öz etibarını, hörmətini harada gəldi xərcləməməlidir. Xüsusən yalan danışmaqla, yəni insan öz etibarını əridib, yox edə bilir. Gərək, məsəl üçün, söz verirsən, sözünün üstündə gərək tutarsan. Xüsusən mömin gərək buna diqqət etsin. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, mömin o deyil ki, uzun-uzadı səcdə və rükudadır. Bu mömin deyil, bu olmalıdır. Müsəlman gərək bu cür olmalıdır. Mömin odur ki, bax onun əməlinə, doğru danışır, yoxsa doğru danışmır. Əmanətə xəyanət edir, yoxsa etmir. Yəni, müminin sifəti budur. Əməli sifət. Yalan danışır, demək mömin deyir. Ola bilər insan səcdə edir, vərdiş edib. Rükünü uzadır, vərdiş edib. Oruç tutub, vərdiş edib. Amma deyir, bax onun əməlinə doğru danışır, danışmır. Quran-ı Kərimdə də ayə-i şərifdə buyurulur ki, Həzrət Peyğəmbərimiz Məkkəni fəth edən zaman, ki, Məkkə fəth olundu, və o zaman Quran-ı Kərimin bu ayəsi nazil olur. Və qur Rabbi ədxilni mudxalan sidqin və axricni muxracan sidqin və de, ey mənim Rəbbim, məni doğru və dürüst bir girişlə daxil et və doğru, dürüst bir çıxışla çıxart. Yəni, həmişə məni doğru və düzgünlükdə istiqamətdəndir, sabit qədəmlik mənə ver. Yəni, bu dua kimidir ki, xüsusən gərək möminlər bunu desinlər. Odur ki, doğru və düzgünlük nədir? Həmişə müminin sifətlərindəndir. Əbu Zar Qəffari
doğru və düzgün danışmaqlıqda Həzrəti Peyğəmbər buyurdu ki, doğru və düzgün danışan bir səhabəmdir. Ondan soruşurlar ki, sənin ən xoşlamadığın yer haradır? Hardan xoşun gəlmir? Hansı məkandan xoşun gəlmir? Bilirlər ki, Əbu Zər düzgün danışır. Deyir, mən Rəbəzədən xoşum gəlmir, Rəbəzə çölündən. Onu da Rəbəzə çölünə sürgün edirlər. Orada da yaşayır, dünyasını dəyişir. Elə bilərdi, yalandan bir yeri deyərdi, yəni ki, rahat bir yer, amma doğru və düzgün yeridir. Oradan xoşum gəlmir, orada sürgün edirlər. Yəni, heç vaxt yalan danışmazdı. O da xanım Zəhra buyururdu ki, mən hər bir halda doğru və düzgün danışdım, əsla yalan danışmadım. İkinci buyurdu ki, heç vaxt sənə xəyanət etmədim. Xəyanət heç zaman etmədim. Yəni, biri sənə bir əmanət verirsə, əmanəti zay etmək, o da bir xəyanətdir. Biri və yaxud da sənə bir söz deyirsə, sir açırsa, bu sirri sənə əmanət edirəm. Sən gedib bu sirri faş etsən, bu da xəyanətdir. Yəni, xəyanət hər bir cəhətdən. O da xanım Zəhra buyurdu ki, heç zaman mən sənə xəyanət etmədim. İmam Səccad əleyhissalam nə buyurur? Buyurur ki, o atamı ki, o qılıncla şəhid etdilər, o qılıncı mənə versələr əmanət kimi saxla, and olsun Allahın izzət və cəlalına, mən o əmanətə xəyanət etmərəm. Sonra üçüncü xanım Zəhra buyurdu ki, heç vaxt səninlə mübahisə etmədim. Heç vaxt mübahisə etmədim. Bu üç dənə sifət. Yəni ki, kifayət edir ki, hər bir ailədə tətbiq olunsa, mehribançılıq olar, davamlı bərəkətli mehribançılıq olar, ailədə boşanma, söz, söhbət, əsəb gərginliyi olmaz. Üçündən biri olsa, ailə laxlanacaq. Üç dənə qızıl şərt budur ki, xanım Zəhra buyurur, yalan danışmamaq, ailədə heç zaman xəyanət etməmək, bir də mübahisə etməmək. Həm bu kişiyə aiddir, kişi zövcəsi ilə bu cür hərəkət etsin, həm zövcə yoldaşı ilə bu cür hərəkət etsin. Bayramınız mübarək olsun inşallah. İnşallah gələn günlərimiz xeyrən bəddəl olsun.